Ağsaqqal, çox üzr istəyirəm. Siz şairsiniz? Yox oğul, mən atalar sözü fikirləşən adamam. Oyda, mən heç bilmirdim sizin kimi adam var. Əslində biz böyük bir camiyə idik. Amma çox təəssüf ki, mən bu camiyənin ən son və ən gənc nümayəndəsi qalmışam. Ağsaqqal, bu dəqiqə cəmaatın sizə ehtiyacı var. Gəlin sizi çəkək internetdə paylaşaq. Çünki bu dəqiqə internetdə cins azlığı təbliğ edənlər, sırğa taxanlar, söyüş söyənlər... Sözüm gəzər dillərdə, qorxmaram mən illərdə. Oyda, pizdes! Dəhşət, gəlin sizi videoya çəkək də... Ehtiyac yoxdur. Görürəm idmançı oğlansan. Özvə bax, baxılmayan balığın kürüsü də lax olar. Ağsaqqal, mən heç vaxt belə sözlər eşitməmişəm. Siz necə ağıllısınız? Qurban olum, xahiş edirəm sizi internetdə. Dedim axı yox! Onda sizdən bir dənə axırıncı xahişim var. Mənim üçün xüsusi, fərdi belə bir dənə atalar sözü fikirləşə bilərsiniz. Yaxşı. Adın nədir oğul? Hilal, Nə işlə məşğulsan? TikTokerəm. Boyun neçədir? 1.90. Soxsam yoxsa?